Xanımlar, sizə bir məhsuldan gəlmişəm. Bir çoxumuzun köməyinə çatacaq həmin o çox funksiyalı oksigenli balzam. Əslində mən bu məhsulu üzümdə olan yaranmış, yanıqdan, sınıqdan əmələ gələn ləkələr üçün almışdım və istifadə edirəm də. Çox gözəl də xeyrini görürəm. Bir həftəyə kimi nəticəsini görə biləcəyiniz bir məhsuldur. Demək bu məhsul quru və solğun dərini nəmləndirir. Dərini dərhal nəmləndirərək canlandırır. Həşərat dişlədikdən sonra qaşınmaları aradan qaldırır. Bunu da nəzərə çatdırım ki, yanıq və digər dərdə olan ləkələrin sağalmasını sürətləndirir. İndi xanımlar, sizə göstərmək istəyirəm. Mənim 1 yaş yarımlıq övladım var və danışa bilmir. Yəni hələ tam olaraq danışa bilmir, istədiyini başa sala bilmir. Və görürsünüz ki, yay aylarında artıq həşərat dişləmələri var və mən hiss edirəm ki, uşağımın ayaqları qaşınan zaman ayaqlarını yerə sürtür. Bunu mənə çünki bildirə bilmir. Və bir videoda mən oksigenli balzamın tətbiqini gördüm. Hətta açıqlamasında da oxudum ki, həşərat dişləməklərinə dişlədikdən sonra yaranan qaşıntını aradan qaldırır və bu cürlə az miqdarda həşərat dişlən yerlərə tətbiq edirəm. İnanın, o qədər rahat olur uşaq da rahat olur. Mən də rahat oluram xanımlar. Kimin evində körpəsi varsa, yalnız körpəsi yox, böyük şəxslər üçün də keçərlidir. Bu cürlə tətbiq edirəm hər gün, demək olar ki, hər axşam. Evə nə cür dərmanlasam da xeyri yoxdur. Yenə də həşərat dişləyir və qaşınma olur. Bu məhsul isə demək olar ki, 2 gündür artıq mənim köməyimə çatıbdır. Kimlər istifadə etmirsə və kimlər mənim kimi bu cür hadisələrdən əziyyət çəkirsə, istifadə edin. Ən önəmlisi körpənizdə və siz də rahat olun. Artikel kodunu da vurğulayacağam sizə. 35 29.